Salam əziz şagirdlər, bugün biz 8-ci sinif kimya dərsliyində 4.5 mövzusunun başlığı altındakı sualların izahına birgə baxacağıq. Əvvəlcə öyrəndiləriniz tətbiq yerinə baxaq. Müxtəlif temperaturlarda maqneziumun xlorid turşusu ilə reaksiyalar aparılmışdır. Reaksiyaların sürətlərini müqayisə edin, cavabınızı əsaslandırın. Biz görürük ki, uşaqlar bizə 3 ayrı təcrübə veribdir. Bu təcrübələrdə birincidə maqneziumu parça halında veribdir. İkincidə xırda hissəciklər halında veribdir. Üçüncüdə də xırda hissəciklər halında veribdir. Uşaqlar, biz mövzunu öyrənərkən qeyd eləmişdik ki, temperatur nə qədər yuxarı olursa, reaksiyada bir o qədər sürətli baş verir. Temperatur nə qədər aşağı olursa, reaksiyada bir o qədər zəif baş verir. İndi biz tutaq ki, 1 ilə 3-ü müqayisə eləsəm, görürəm ki, onların temperaturları elə eynidir. 25 dərəcə, 25 dərəcə. Deməli, biz bunları temperatura görə müqayisə edə bilmərik. Biz bunu nəyə görə müqayisə edəcəyik? Birincidə gördük ki, maqneziumun özü parça halındadır. Üçüncüdə də gördük ki, xırda hissəciklər halındadır. Buradan biz dedik ki, bərk maddənin xırdaladıqda onun səthinin sahəsi artırdı. Səthin sahəsi artdığına görə reaksiyaya daxil olan zərrəciklərin sayı da artırdı. Nəticədə də reaksiyanın sürəti artırdı uşaqlar. Yəni, birinci maddədə parça halındadır, üçüncüdə xırda hissəcik halındadır. Maddə nə qədər xırdalanırsa, onun reaksiya sürəti də bir o qədər çox olur. Buradan da üçüncü daha xırda hissəciklər şəklində olduğuna görə üçüncü birincidən nə edəcək? Böyük olacaq. İndi ikinciyə baxıram. İkincini müqayisə eləsəm, ikincidə temperatur 50 dərəcədir. Tutaq ki, 3 ilə müqayisə eləyirəm. Üçüncüdə də temperatur 25 dərəcədir. Hər ikisi də ikincidə də xırda hissəciklər halındadır, üçüncüdə də xırda hissəciklər halındadır. Amma burada temperatur fərqi var. Temperatur nə qədər yuxarı olursa, reaksiya bir o qədər sürətli baş verirdi. Nə qədər aşağı olursa, reaksiya da bir o qədər zəif sürətlə baş verirdi. İkincidə də temperatur daha yuxarı olduğuna görə ikinci nə edəcək uşaqlar? Üçüncüdən daha sürətli baş verəcək. İkinci suala baxaq. Qapalı qabda baş verən kalsium O və CO2, kalsium CO3 reaksiyasının sürətini necə artırmaq olar? Gəlin baxaq uşaqlar. Birincidə bizə verib kalsium O-nu toz halına salmaqla. Təbii ki, bu doğru olacaq uşaqlar. Toz halına salındıqda daha sürətli baş verirdi. Çünki xırdalanma dərəcəsi səthin sahəsi artırdı. Səth sahəsi artdığına görə kalsium O-nun CO2 ilə toqquşması da çox olacaq. Nəticədə də reaksiya nə edəcək uşaqlar? Sürətlənəcək. Buna görə də birincini seçməklə biz sürəti artıra bilərik. İkincidə yazıb temperaturu azaltmaqla. Uşaqlar, temperatur azalanda nə edirdi? Hissəciklərin hərəkət sürəti zəifləyirdi. Onların toqquşması azalırdı. Nəticədə də nə olurdu? Reaksiya daha yavaş baş verirdi. İkinci nə olacaq? Doğru olmayacaq. Birinci doğru olacaq. Üçüncüdə CO2-nin qatlılığını artırmaqla. Qazın qatlığı nə edir? Artır. Qazın qatlığı artdıqca CO2 hissəciklərinin sayı da artacaq. CO2 hissəciyin sayı artdığına görə kalsium O ilə CO2-nin toqquşma ehtimalı daha da artacaq. Nəticədə də reaksiyanın sürəti nə edəcək uşaqlar? Çoxalacaq. Dördüncüdə yazıb kalsium karbonatın toz halına salınmaqla. Uşaqlar, kalsium karbonatının heç söhbəti aidiyyəti yoxdur. Çünki kalsium karbonat reaksiya məhsuludur. Reaksiya məhsulunun xırdalanma sürətinə heç bir təsiri ola bilməz. Öyrəndiləriniz yoxlayına baxaq. Böyük odun parçası yoxsa kiçik odun hissələri sobada daha yaxşı yanar. Nə üçün? Uşaqlar, biz bilirik ki, yanma reaksiyası səthdə baş verir. Kiçik odun hissələri nə edəcək? Daha yaxşı yanacaq. Çünki böyük səth sahəsinə malik olurlar. Xırda hissəciklərə parçaladığımız üçün onlar nə edirdi? Böyük səth sahəsinə malik olurlar. Həmçinin onların oksigenlə sürəti daha çox sürətli, daha çox təmaslı olduğuna görə yanma daha sürətli baş verəcək. Yəni biz adi gündəlikdə də bunu görə bilərik ki, böyük odun parçaları yandırmırıq. O odunu daha kiçik hissəciklərə parçalayaraq yandırırıq. Bu da onun daha yaxşı yanmağına misal ola bilər. Təbaşirin xlorid turşusu ilə reaksiyasını daha sürətli aparmaq üçün hansı reagentlər götürülməlidir? Cavabınızı əsaslandırın. Təbaşir parçası ilə təbaşir tozunu müqayisə eləsək uşaqlar. Təbii ki, təbaşir tozunda reaksiya daha sürətli baş verir. Bunun səbəbi nə idi? Toz halında maddələrin səthin sahəsi daha böyük idi. Reaksiyada səthin sahəsi böyük olduğuna görə daha sürətli baş verirdi. Buna görə də təbaşir tozunu götürürük. Üçüncüdə isti duru xlorid turşusu, dördüncüdə soyuq duru xlorid turşusu verilib. Gəlin bunları da müqayisə eləyək uşaqlar.
Soyuq duru xlorid turşusu ümumiyyətlə ola bilməz. Niyə ola bilməz? Çünki soyuqdur, temperatur aşağıdır, duru xlorid turşusu veribdir, zərrəciklərin sayı da daha azdır. Zərrəciklərin sayı az olduğuna görə, temperatur da daha aşağı olduğuna görə ümumiyyətlə bu reaksiyanın sürətini artıra bilməz. Dördüncünü tamamilə silirəm. Üçüncüdə isti duru xlorid turşusu verilib. Uşaqlar, bir də altıncıda soyuq qatı xlorid turşusu verilib. Bunlar demək olar ki, bir-birlərinə yaxındır. Altıncıda verib soyuq qatı xlorid turşusu. Bunu əslində orta sürətə aid edə bilərik. Yəni, tam belə daha sürətli aparmağa aid edə bilmərik. Niyə aid edə bilmərik? Çünki soyuq qatı xlorid turşusu verib. Yəni, turşunun özü qatıdır. Turşunun özü qatı olduğuna görə hissəciklərin sayı da çoxdur. Amma soyuq yazıbdır. Yəni, temperatur daha aşağıdır. Temperatur aşağı olduğuna görə hissəciklərin sayı nə qədər çox olursa olsun, temperatur aşağı olduğuna görə onların bir-biri ilə toqquşması nə edəcək? Biraz da daha zəif baş verəcək. Yəni, orta sürətlə baş verəcək. Eyni ilə bu üçüncüyə də aiddir. Baxın, isti duru xlorid turşusu verib. İsti nə deməkdir? Temperatur yuxarıdır, amma duru xlorid turşusudur. Hissəciklərin sayı daha azdır. Hissəciklərin sayı az olduğuna görə, temperatur yüksək olduğuna görə onların toqquşması orta sürətlə baş verəcək. Ona görə də biz 3 ilə 6-nı orta sürətə aid edə bilərik. 3, 6. Amma bizdən daha sürətli olmağını istəyirsə, 2-ni aid edə bilərəm. Bir də isti qatı xlorid turşusunu 5-ə aid edə bilərik. İsti qatı xlorid turşusunu niyə aid edirik? Çünki temperatur yuxarıdır. Həmçinin qatı olduğuna görə qatı turşuda da hissəciklərin sayı daha çox olurdu. Ondan görə də onların bir-biri ilə toqquşması daha sürətli baş verəcək. Buna görə də doğru cavabımız olur 2 və 5. Üçüncüyə baxaq. Eyni şəraitdə 2 qram maqnezium parçasının 2 qram maqnezium tozunun xlorid turşusu ilə reaksiyası aparılır. Hansı halda reaksiya daha sürətli baş verir? Uşaqlar, 2 qram maqnezium parçasıdır, parça halındadır, 2 qram maqnezium tozudur. Hər ikisinin kütləsi də eynidir. Biz də artıq bunu dəfələrlə qeyd elədik ki, tozun səth sahəsi daha böyükdür. Səth sahəsi böyük olduğuna görə, yəni maqnezium tozunun turşu ilə reaksiyası daha çox olacaq. Daha çox təmas yarandığına görə nəticədə də toqquşma sayı artacaq və reaksiya sürətlənəcək. İndi bizdən hansı daha sürətlə baş verir deyirsə, deməli maqnezium tozunu biz götürməliyik. İzahımız bu qədər idi uşaqlar. Ümid edirəm ki, aydın oldu izahlarımız. Kanala dəstək olmaq üçün videonu bəyənməyi, rəy yazmağı, abunə olmağı unutmayın. Gələcək mövzuların izahında görüşənə qədər.